Dim test toplusu şut bölməsi səhifə 272 57-ci sual. Sual nə deyir? Şut kalium hidroksid reaksiyası. Burada şut nə qədər sərf olunub? 1,5. Əvvəlcə kalium hidroksidlə şutun reaksiyasını yazılır. Nə alırıq? Kalium sulfit və su. Sonra əmsallaşdırırıq. Bəli. 6, 3, 2, 1, 3. Yaxşı. 6 mola 3 moldursa şut burada nə qədərdir? 1,5. 1,5 mola nə qədər olacaq? 2,1 olacaq. 2,1. O da neçə olacaqdır? 2,1 bərabərdir 3-ə. 3, 2 bərabərdir neçəyə? 4'e. Cavab 4'tür. Səhifə 275'te 29. suala baxaq. Burada veribdir A üstə C. A üstə C B bərabərdir 9. A mol ferrum S2 B mol sink S. Bunun yanmasından 14 mol SO2 alınır. Ferrum S2'nin yanmasında hamısını yazmayaq. Yani burada 2 mol SO2 alınır. Elədir? 1'e 2 düşür. Yani A mola 2 A mol deyək. Sink sulfide yanmasına SO2 burada da 1'e 1 değil. B mola B mol düşür. Ve SO2 14 moldur. Yani 2A üstəgəl B bərabərdir 14'e. Sistem təyini qurur. A üstəgəl B 9, 2A üstəgəl B isə 14. A neçə? 5, B 4. Yaxşı. Bu birinci. Sonra burada veribdir. B mol ferrum S2. Hə? B mol deyir işte. 4 mol ferrum S2. Ve A mol. A da 5 mol. 5 mol sink sulfit. Bunun yanmasına 2 mol SO2. Şimdi deməli ferrum S2 1'e 2'dir. 4'e de nedir? 8. O 8. Sink S 1'e 1, 5'e de 5. Cəm neçə elədi? 13. Bəli. SO3 burada 8 təcəl 5 bərabərdir 13 mol.
Cavab 13'tür. Səhifə 275, 31. Kükürt və sink sulfit. Qarşının tam yanmasına sərf olunan oksigen. Oksigen nə qədər sərf olunubdur? Üstdən neçə qədər gəlibdir? 0.6. Yəni 2.4 mol oksigen sərf olunur. Və nə qədər SO2 alınıbdır? 1.8 mol. Yaxşı. Alınan metal oksigenin mol sayı. Biz bunları bilmirik, neçə moldur hərəsi. Buna A mol deyək, buna da B mol deyək. Məsələn, kükürdün yanması SO2. 1'ə 1'dir də yəni. Onda A mola A mol və bu da A mol deyək. Sonra sink sulfidin yanması. Sink oksid SO2. Bunu da əmsallaşdıranda deməli oksigen sayı 3'dür də burada. Deyək ki, bura 1.5 yazar. Və B'yə 1.5B, B və B deyək. Oksigen nə qədər oldu? Topluyoruz da. Burada həm oksigen veribdir, həm SO2 verir. A üstəgəl 1.5B bərabərdir 2.4. A üstəgəl B bərabərdir nədir? 1.8. Sistem tənliq qurur. A ilə B-ni tapın. Neçə oldu? A neçə? 0.6, B 1.2, 1.2, hə? B 1.2. Yaxşı. Metal oksid deyirsə, sink oksid də yəni. Sink oksid mol nə qədərdir? Yəni 1.2 mol. Səhifə 282, 99. Qatı sulfat turşusu hansı maddelərlə qarşı təsirdə olduqda reaksiya sərf olunan turşunun müəyyən hissəsi redus olunur. Turşunun müəyyən hissəsi. Qatı sulfat turşusu ilə. Məsələn, 1. Natrium. Qatı sulfat turşusu ilə. Nə anlar? Natrium sulfat, HCS və su. Sulfat turşusundan söhbət gedir. Burada küt müsbət 6'da, burada da küt müsbət 6, küt mənfi 2. Yəni küt müsbət 6'da mənfi 2 gəlir. Bu reduksiya olunur. Yəni HCS reduksiya məhsuludur. Onda sulfat turşusunun hamısı reduksiya olunur, yoxsa müəyyən hissəsi. Yəni burada küt həm bura gəlir, həm də bura, yəni bu küçüdür yerdə. Müəyyən hissəsi. Hamısı yox, müəyyən hissəsi reduksiya olunur.
Yaxşı, bunu götürürük. 2. Kükürt üstə gələk qatı sulfat turşusu. Nədir? SO2 və su. Burada da kükürt müsbət 6-dan nədir? Müsbət 4-ə gəlir. Reduksiya məhsulu budur. Şimdi burada sulfat turşunun hamısı redüksiya olunur, yoxsa hamısı redüksiya olunur. Düzdür. Bunu götürmürük. 3. Dəmir üstəcək qatı sulfat turşusu. Nə alırıq? Dəmir 3 sulfat, SO2 və su. Burada necə? Kükürt müsbət 6-dan, hə? Müsbət 6, müsbət 4-ə gəlir. Yəni, kükürdün nədir? Bu reduksiya məhsuludur, düzdürmü? Reduksiya məhsuludur. Yəni, sulfat turşusunun müəyyən hissəsi reduksiya olunur da. Müəyyən hissəsi reduksiya olunur. 2 götürürük. 4-cü. Mis üstəcək qatı sulfat turşusu. Burada necə? Mis 2 sulfat, SO2 və su. Burada necə? Sulfat turşusunun müəyyən hissəsi reduksiya olunur da. Düzdür? Yəni, hamısı deyil. Reduksiya məhsulu SO2-dir. 4 olar. 5. Mis 2 oksit, sulfat turşusu. Nə alır? Mis sulfat və su. Burada necə? Burada dəyişmir. Dəyişmir axı, sulfat turşusu dəyişmir. Yəni 1, 3, 4 olacaq cavab. 113. Birinci, ikinci, üçüncü reaksiyon çıxımı müvafiq olar 80, 50 və 100%. 5 mol sink sulfitdə neçə qram sulfat turşusu olur? Birinci, sink sulfit SO2 alır. 1'ə 1 mol düşüb deyək. 5'ə də 5 mol. Bu 100%'dir. Amma birinci reaksiyon çıxımı 80% deyilsə, onda bu neçə moldur? 4 mol. Yəni SO2 4 moldur. İkinci, SO2 oksijenlə reaksiyası. SO3. 1'ə 1'dir. 4'ə də 4'dür. Bu 100%'dir. 50% deyilsə çıxın, onda bu neçə mol olacaq? 2 mol. SO2 nədir? 2 mol olur da. Düzdür. Yaxşı. Sonra üçüncü. SO3 nə alınır? Sulfat turşusu. 1'ə 98 qramdır. Biz dedik ki 2 moldur da tapdıq. 2 molada neçə qram olur? Çıxımda nə qədərdir? 100% dostlar. 196 qram. 100% çıxımda. 100% çıxımda nədir? 196 qram olacaq.
Aydındır. 115-ci sual. Burada metalların klor reaksiyasından ayrılan hidrojen. Sink, dəmir, krom, magnezyum və alüminium verir. Sink, dəmir, krom, magnezyum deməli klor reaksiyasında 2 valentli olur. Əvvəlcə 2 valentli yoxlayaq. Yəni görək bu metallardan biridirmi? Məsələn, X 2 valentli istəyəcək xlorid turşusu. Nə alarıq burada? X xlor 2. Bir də hidrojen. Tərnif budur. 10,8 qrama 13,44 litr. 22,4-ə deməli 2 olacaq. X nəyə bərabərdir onda? Neçə eləyəcək? Neçə olar belə də? Bəli. On səkkiz. Deyək ki, burada 18 olan yoxdur. 3 valentli kimi yoxlasa, H xlorla X xlor 3 bir də hidrojen. Bu əmsal nə olacaqdır? 1,5 deyək. Yenə 10,8-ə 13,44 litrdirsə, X-ə də 33,6 litr. X neçə olacaq? %27. Bu da nədir? Alüminiumdur. Alüminium. Alüminiumun duru sulfat turşusu ilə reaksiyası nə alır burada? Alüminium sulfat, bir də ki, hidrojen. İndi bunun MR neçədir? Nisbi molekul kütləsi. Bəli. 342. X budur. %117. %20% küçüksüz qarşılığı olan texniki. 20% tərkibində küçüdə olmayan birləşmədir. Onda 80% hidrojen sulfitdir. 80% HCS-dir. İndi HCS-dən sulfat turşusunun alınması. Məsələn, burada litr həcm paylıqda 22,4-də 98 qram. 196 qrama neçə litr olar? Nə qədər olacaq? 44,8 litr. Deməli, 44,8 litr HCS 80%'dir. Onda ümumi neçə faiz olur? 100%.
Ümumi qaz qarışığı. Bu da neçə olacaq deməli? 56. Cavab 56. Ətraflı sual. Səhvə 284 birinci suala baxın. Dəmir və misdən ibarət. $44 qram qarışığa artıq miqdarda götürmüş 98% qatı sulfatdır. %22 litr qaz ayrılır. Qat sulfat reaksiyasına daxil olsa bu metallar hansı qaz ayrılır? SO2. Yəni 22 litr SO2 qazanır. Yəni 1 mol SO2 qazanır. İlkin qaydada misin kütləsini və sulfat üçün məhlulun kütləsini hesablayın. Məsələn, bir miktar bu neçə moldur? Birinə A deyək, birinə B deyək. Dəmirin kütləsi 56 A qram, misin də kütləsi 64 B qram. Dəmir qatı sulfat turşusu ilə nə anlar? Dəmir 3 sulfat, SO2 və su. Əmsallar yazaq. 2, 6, 1, 3, 6. Yaş. Məsələn, 112 qrama 6 mol deyək ki, sulfat turşusu və 3 mol SO2. İndi 56 aya nə qədər sulfat turşusu düşür? 3A. Bu da 1,5 A mol. Sonra mis. Mis 2 sulfat, SO2 və su. Əmsallar yazaq. 2 və 2 mol su. Burada da 64 qrama 2 mol sulfat turşusu və 1 mol SO2. 64 aya 64 B'ye 2B və B. Sonra nə edirik? Bunların cəmi neçədir? 44 da, hə? 56A 64D bərabərdir 44. SO2 də 1,5 A üstəgəl B bərabərdir 1-ə. İndi A ilə B-ni tapın. A 0,5. B 0,125. İlkin qarşıda misin kütləsi. Birinci misin kütləsi 64 B dedik. Yəni misin kütləsi nə qədər olacaq? 64'ü vuruq 0,125'e. 16 qram. Birinci 16 qram.
və sulfat tuzu məhlulun kütləsi. Burada sulfat tuzunun kütləsi nə qədər oldu? Sulfat tuzu. Hə? Yəni 3 bir var 3 vuraq, yox 3 deyəndə neçədir? 3 vuraq 0.5 vuraq 98, hə? Neçə elədir bu? Yox, ümumi neçə mol edir? Biri 3A 1.5 moldur, hə? Deməli 2B-də 1-dir. Hə. 2B-də neçədir? 0.5. Hə. Deməli 3A belə deyək də 2B-də bu neçə elədir? 2 mol. Onu da vuranda 98-ə 98-ə vuranda neçə eləyəcək? 196 qram. 196 qram sulfat tuzunun öz kütləsidir. Bu da neçə faizdir? 98%. Nə deyirik? 196 qram sulfat turşusu 98%dir. 100% məhlulun kütləsi. Bu da neçə eləyər? 200. Məhlulun kütləsi 200 qram eləyəcək. İkinci sualın cavabı 200 olacaq. Baxaq 5-ə. Deməli, kütlələr və M-in aya olan nisbətini tapdıq. Məsələn, kalsium karbonatın M-i neçədir? 100. Kalsium oksidin M-i kalsium karbonat sulfat turşusu. Kalsium sulfat karbon qazı və su. Kalsium oksid sulfat turşusu. Nədir? Kalsium sulfat üstəcə su. Şimdi duzların molu eynidir, yəni M-dir. Düzdür. Məsələn, 1 moldur deyək. Elə olur da. Eynidir də, yəni molları eynidirsə. Məsələn, bu da M moldur. Hə? M moldur. Yaxşı, bu 1 mol olsun. Bu elə neçə qram olacaq? A 100'dür. Bu da 56'dır. Bu da 56. Yaxşı. Şimdi birinci nə deyir ki, B-nin aya olan nisbəti? 56 bölünsün 100. 0,56. Hə? İkinci deyir ki, M-i bölünsün A. Yəni 1 bölünsün 100. 0,1. Hı? 15-ci sual. 36 qram su üzərinə x qram 36 qram su üzərinə x qram SO3 əlavə etməklə 20%li oleum alınır.
SO3 nömrə neçədir? 80. Sulfat nömrə də 98. Əvvəlcə SO3 su ilə daxil olur, sulfat turşusu alır. 80 qram daxil olur, 18 qram su ilə 98 qram sulfat turşusu alır. 36 qram suya nə qədər SO3 daxil olur? 160 qram. Və 196 qram sulfat turşusu alır. Oleum 20% deyəndə, yəni 20% SO3'dür. %20% SO3'dirsə, 80% də sulfat turşusudur. Tapdıq ki, bu neçə qramdır? 196 qramdır. 196 qramsa, bu neçə qram olar? Neçə? 49. 49 qram buradan var. Elədir. 160 qram da buradan var. Cəmi nə qədər SO3 əlavə etmək lazımdır? Həmin 200 qram SO3 bu cəmidir də yəni. Bildiniz? Yəni 160 üstəgəl 49. Bu elədir neçə? 209 qram. Deməli, X-in qiyməti tapdıq. Birinci sualın cavabı 209'dur. İkinci sualda sulfat turşunun kütləsini istəyir. Tapdıq ki, 196 qramdır. On 7-ci sual. Birinci reaksiya SO2 üstəgəl natrium hidroksid. Natrium hidrosulfit. İkinci reaksiya SO2 üstəgəl 2 natrium hidroksid. Natrium 2, SO3, bir də su. Burada nə deyir? Deyir ki, birinci və ikinci reaksiya cəmi 5 mol SO2 sərf olunur. Alınan deməli, duzun tərkibində isə cəmi 9 mol natrium olduğunu bilərək. İndi bu SO3'ə, buna amol deyək, hə? SO2'ə. Bu nəsə nə deyək? Bemol deyək. Bu alsa, onda bu da A olacaq, bu da A olacaq. Bu B-dirsə, onda bu 2B olacaq, bu da B olacaq. Elədir. Yəni, deməli, SO2 A üstəgəl B bərabərdir 5 mol. Hə? SO2. Cəm nə qədər natrium var deyir? 9 mol. Alınan duzda. İndi burada A mol natrium hidros sulfitdə neçə mol natrium vardır? A mol. A mol natrium var. B mol natrium sulfitdə burada isə 2B mol natrium var.
cəmi 9 moldur. Yəni A üstəgəl 2B bərabərdir 9. Sistem tənqid qurur. A üstəgəl B bərabərdir 5. A neçədir, B neçədir? A neçə? A 1, B 4. İkinci reaksiyada sərf olunan natrium OH-ın kütləsi. İkinci reaksiyada 2B mol natrium OH sərf olunub, düzdürmü? Nə qədər olacaqdır? 2B vurulsun 40-da. Yəni B də neçədir? 4-dürsə, 2B neçə olacaqdır? Yəni 4 vur 2-də, hə? 8 mol. Yəni 8 molu vururuq, nəyə? 40-a. 320 qram. 320 qram. Və alınan duzların mol nisbətlərini. Məsələn, natrium HSO3 ikinci sualın cavabı. Bu birinci sualın cavabı idi. İkinci sualın cavabı A1 oldu. 1 mol natrium hidrosulfit. Bəs opsidə 4 mol natrium sulfit. Molların nisbəti nəyə bərabərdir? Bəli? 0,25. On 19'a baxa. Su ilə qatı sulfatdır. Biri qatı sulfatdır, biri də sudur. Bunu qarışdırırlar. De ki, birinci qabda olan maddələr. Birinci qabda nə vardı ki? Birinci qabda deməli bəli, qat sulfat sudur. Çünki birinci qabda su ola bilməz. Çünki qat sulfat su üzərinə suyu tökmək olmaz. Ona görə bu qat sulfat sudur. Bu qatı sulfat turşudur. Birinci qabda olan maddənin üzərində dəmir əlavə edib qızdırıldı. Alınan məhsulların mol sayını zamandan asılı qrafikinə əsasən kimya formulunu yazın və enin qiymətini hesablayın. İndi dəmir üstəgələ qatı sulfatdır. Nə alaq deməli? Dəmir 3 sulfat, SO2 bir də su. Alınan məhsulların mol sayını zamandan asılı qrafikinə əsasən kimya formulunu yazın. Deməli, bunu əmsallaşdıraq. Bəli. Bəli. 1, 3, 6. Yaş. Burada deməli 1 mol, 3 mol, 6 mol, 1, 3, 6. Enin qiyməti nə olur deməli? Biri 1'dir, biri 3'dir, 6. Yəni en 6'dır. Enin qiyməti 6 oldu. Nəyin kimya formunu soruşur? Allah məhsulun. Dəmir sulfatı. Birinci PM2SO4,
İçində N'in qiyməti nə oldu? 6. Bu qədər. 21-ci sual. Deməli, kükürdlə natrium OH hər ikisi 60 qram verir. 60 qram kükürdür və 60 qram da nədir? Natrium hidroksidir. Kükürdün natrium hidroksidlə reaksiyasını yazırıq. Və nə alırıq? Natrium sulfit və su. Əmsallaşdırır. Necə olur? Üç, altı, hə? 2, 1, 3. Yaxşı. Şimdi burada kükürdün nisbi atom kütləsi 32-dir. 96 qrama, hə? Natrium OH da 40-dır. 40-ı 240 qram. Əmsallaşdırır. Birinci təni bunu əmsallaşdırmaqdır. İkincində M-i tapdıyıq. M isə artıq qalandır. Burada eyni kütlə 60 qram götürülüb də. Burada tam sərf olan hansıdır? 60 qram natrium OH olar, yoxsa 60 qram kükürd olar? 60 qram natrium OH. Deməli, 60 çıx M qram da, hə? Deməli, Y kükürdür da. 60 çıx M. Çünki M artıq qalanmış. Bildiniz? Onda nə qədər olar bu? 60 çıx M nəyə bərabərdir? Bəli? 24. M nəyə bərabərdir? Bəli? 36. İkinci sualın cavabı isə nədir? 36.